İndi mənim bax bu yerdə İlham Əliyevə bir mesajım var. Bu mesajı bir romana istinadla deyəcəm. Mənim sevimli, ən sevimli kitabım olan Faç Atası. Həmin o əsərdə belə bir məqam var, filmdə də var o epizod. Vito Corleone, həmin o Corleone ailəsinin başçısı mafiyos, ölümündən qabaq oğluna deyir ki, Michael, səni görüşə çağıracaqlar. Həmin görüşdə səni öldürəcəklər. O görüş xəbərini ailədən kim gətirsə, bil ki, o çatdındır. Mən inanıram ki, İlham Əliyev o filmə baxır. Hörmətli cənab İlham Əliyev, indi kim sizə kompromat yayılandan sonra xəbər gətirsə ki, bu kompromatı güya Ərəst Novruzlu yayıbdır, bilin ki, o xain. Və kompromat yayılsa sizin yaxınlarınızın barəsində, bilin ki, sizə Ərəst Novruzluya cinayət işi açmaq lazımdır deyən xaindir. Mən heç bir vaxt, heç bir zorakılığa, heç bir üsyana, heç bir qiyama çağırış eləməmişəm. Əksinə, hər zaman bunun əleyhinə çıxmışam, hər zaman da bunun əleyhinə çıxacağam. Hətta sizin hakimiyyətiniz təhlükə altında olsa belə bunun əleyhinə çıxacağam. Ona görə yox ki, mənim sizə böyük sevgim var. Əsla. Sadəcə siz ölkədə elə vəziyyət yaratmışsınız ki, Azərbaycanda xalq ayağa qalxsa, ən müxtəlif ölkəyə yerləşmiş təxribatçı, ekstremist, terrorçu qruplar aktivləşib meydana çıxacaqlar. Sizdən fərqli olaraq mən xalqımı sevirəm. Baxın, bunu necə ürəkdəndir. Qorxmuram nə pafos ittihamından, nə saxtakarlıq ittihamından. Çünki xalqımı doğrudan sevirəm. Onun ən cahil nümayəndəsini belə sizdən üstün bilirəm. Amma nə Ərəst Novruzlunun çağırışı, nə Qurban Məmmədlinin çağırışı, nə minlərlə bizim kimi insanın çağırışı, nə dünyanın bütün süper güclərinin səyləri Azərbaycanda üsyan qaldıra bilməz. Bunu qaldıra biləcək yeganə qüvvə sizsiniz, siz hakimiyyət və siz bunun üçün lazım olanı artıqlamasını eləmişsiniz. Amma bir daha deyirəm, ölkədə hər hansı bir qarşıdurma yaranacaqsa, mən son ana qədər ona qarşı çıxacağam.